Alimlər könüllülərə 10 gün yataqda uzanmaq üçün 5000 avro ödəyəcəklər. Eksperimentə 20-40 yaş arası 10 kişi işə götürülür. Məlumata görə Tuluzadakı Kosmik Təbabət və Fiziologiya İnstitutu gələcək kosmik missiyalara hazırlıq məqsədi ilə oruc tutmaq və yataq istirahətini öyrənmək üçün könüllülər axtarır. İştirakçılar ayaqları qaldırılmış vəziyyətdə uzanaraq 10 gün keçirəcəklər və məhdud pəhriz saxlayacaqlar. Sınaqda iştirak etmək üçün ödəniş 5000 avro olacaq. Brahms adlı bir araşdırma üçün 20-40 yaş arası 10 kişi işə götürülür. Tələblər isə yaxşı sağlamlıq, siqaret çəkməmək, aktiv həyat tərzi və sabit çəkinin olmasıdır. Sınaq 2026-cı ilin iyun ayında baş tutacaq və yataq istirahəti, eləcə də yataqdan əvvəl və sonra istirahət daxil olmaqla 20 gün davam edəcək. Bu tədqiqatın məqsədi oruc tutma və simulyasiya edilmiş çəkisizliyin kombinasiyasının təsirlərini öyrənməkdir. Həmin şəxslər yalnız bir qaşıq bal, biraz bulyon və bir stəkan meyvə suyu yeyə biləcəklər deyə bildirilib.